Fərqli coğrafiyalarda formalaşan Azərbaycan və Finlandiya mədəniyyətləri tekstil və xalçaçılıq ənənələri vasitəsilə ortaq dəyərlərdə qovuşur. Milli Xalça Muzeyində açılış mərasimi keçirilən Toxunmuş Xatirələr sərgisi də məhz Finlandiyanın müasir tekstil sənətini Azərbaycan ictimaiyyətinə təqdim edir. Bu, Finlandiyadan Bakıya gətirilən ilk tekstil sərgisidir. Burada Finlandiyanın tekstil ənənələri Azərbaycanın zəngin irsi ilə əlaqələndirilərək vahid bir konsepsiyada təqdim edilir. Ekspozisiyada Finlərin ənənəvi məişət tekstil əşyalarından ibarət kiçik bir güşə də təqdim olunur. Bu əşyalar mənim ailə kolleksiyamdan seçilib. Bununla hər iki ölkənin ənənələrinin nəsildən nəsilə ötürülməsinin vacibliyini vurğulamaq istəyirik. Ekspozisiyada nümayiş etdirilən işlər tekstilə dair müxtəlif və fərqli yanaşma tərzlərini təqdim edir. Şəffaf ipək üzrə hazırlanmış kompozisiyalar və əl işi tekstil nümunələri sərginin əsas eksponatları sırasındadır. Bu əsərlər yaddaşın və nəsillərarası ötürülən təcrübənin qorunması mövzularını əks etdirir. Burada bir-birindən fərqli əsərlərimi təqdim edirəm. Onlardan biri üzərində artıq 16 ildir işləyirəm və bu dünyanın müxtəlif yerlərindən toplanmış nümunələr əsasında hazırladığım böyük bir Rano arxividir. Əsərin tam versiyası hazırda Finlandiyadadır. Sərgidə isə onun bir hissəsini video və seçilmiş nümunələr vasitəsilə təqdim edirik. Digər əsərimdə isə uzun illərdir tətbiq olunmayan ənənəvi Rano toxuculuq texnikasını yenidən canlandırmağa çalışmışam. Yaddaş və təbiət mövzularını araşdıran Elina Yopridən fərqli olaraq, Henna Aho gündəlik həyatın adi detallarını tekstil heykəltaraşlığı nümunələrinə çevirir. Bura 4 böyük əsərimi gətirmişəm. Bunlardan biri Addım seriyasıdır. Bu əsərdə insanın özünə, ailəsinə və gündəlik həyatına göstərdiyi qayğını evdə istifadə etdiyimiz müxtəlif əşyalar vasitəsilə ifadə edirəm. Hər bir obyekt sevgi, diqqət və həyata hörmət haqqında kiçik hekayələr danışır. Əsərlərimdə ilhamımı əsasən gündəlik həyatdan, ailəmdə baş verən hadisələrdən və ailə tariximlə bağlı xatirələrdən alıram. Məqsədim sadə görünən gündəlik anların əsl dəyərini göstərməkdir. Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən Toxunmuş Xatirələr sərgisi avqustun 16-sına dək ziyarətçilər üçün açıq olacaq. Arzu Yusif, Kəmran Soduyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.